Salam dostlar, hər vaxtınız xeyir olsun. YouTube kanalıma xoş gəlmisiniz. Sizlər üçün bir video çəkmək istədim. Deməli, McDonald's proqramında, McDonald's appində nələr almışam və nə qədər pul eləyib. Yəni onu göstərmək istədim sizə. İndi McDonald's-dan gəlirəm. Çox sevinirəm ki, evimizin düz yanında McDonald's var və istədiyim vaxt gedib endirimlərdən yararlana bilirəm. Əslində Grimace shake gəlib, indi göstərəcəm onu sizə. Onu yoxlamağa getmişdim və evə də bəzi şeylər aldım appdəki endirimlər vasitəsilə. Dostlar, əsas mən buna görə getmişdim. Grimace shake. İçində heç nə yoxdur, amma yəni qabını gətirdim ki, sonra bundan düzəldəcəm. Moruqlu bir shake idi. Qiyməti 6 manat ya 90 qəpiyə idi ya da 6.50 idi. Amerikada məşhur olan bir menyudur və bu gün gəlib McDonald's-a. Mən bu videonu çəkən gün və tez gedib yoxlamaq istədim. Birinci mən olmaq istədim. Belə. İçində heç nə yoxdur, sadəcə qabını gətirmişəm. Sonra toyuq menüsü var idi. Ondan yararlandım. Bu iki menü almışam. Bu bir menünün kartofudur. McDonald's-un nəm salfetkaları superdir. Bilmirəm nə ətr vururlar, amma çox gözəl ətrləri var. Sonra bu da burada toyuq budları. İndi bu dəqiqə yeməyəcəm çünki yeyib gəlmişəm. Daha doğrusu ancaq shake içmişəm, amma toxam. Biraz axşam üstü yeyəcəm. Belə toyuq budlarıdır. Bunu da göstərim. Mən bilirsiniz ki, McDonald's-un böyük fanatıyam. Yəni uşaqlıqdan bəri gedirəm və çox sevirəm. Bunu da bağlaması çox qəşəngdir. Həm də ki, McDonald's-un paketləməsini çox sevirəm. Bu da ki, başqa toyuq növüdür. Belə. Belə bir paketlər. Burada Big Mac burgeri var. Qeyd etdiyim kimi hələ yemirəm bunu. Çünki saxlayıram, birazdan ac olanda yeyəcəm. Soruşursunuz ki, mukbang və ya mukbang videoları niyə çəkmirsən? Yemək videoları. Nə bilim dostlar, biraz bizim mentaliteti sanki uyğun deyil. Elə videolara çoxlu negativ rəylər gəlir. Həm də ki, bilmirəm, bəlkə də mənəviyyatsızlıq olar onu çəkmək. Hələ tam qərar verməmişəm. Bir dənə balaca Fanta, bir dənə böyük kola. Bu şəkildə. Xahiş edim 2 dənə qapaq qoysunlar ki, yolda daşmasın. Piyada gəlmişəm. Sonra onu qoymaq üçün belə bir şey. Bir də ki, çöplər. Bunların hamısına verdim 16 manat 40 qəpik. 16 manat, bayaq nə qədər dedim bilmirəm, amma 16 manat 40 qəpik. Məncə pis deyil. Hər şeydən var. Bu toyuqdan, burger, kartof və 2 dənə böyük meyvə şirəsi. Daha doğrusu, kola və Fanta meyvə şirəsi sayılmır.